Bizi avtomobil üçün yeni funksiyalar əlavə etmişik. İlk öncə play buton üzərinə toxunan zaman müərrif birbaşa işə düşür. Artıq ekranı belə deyək, tıkıldatmağa ehtiyac yoxdur. Həmçinin də stop butonun üzərinə vuran zaman motor artıq qızıbsa birbaşa sönür. Ruldan da birbaşa səsli komanda vermək artıq mümkündür. Məsəl üçün YouTube aç, Lüku aç, Lüku bağla, ana ekran, sol pəncərə 30%. Bunun kimi də bir çox komandaları Avtosoft Voice tətbiqinə daxil olaraq komandalar bölməsindən baxa bilərsiniz. Həmçinin də sizin belə deyək, vurğulamaq istəyirəm ki, bizdə enerji mərkəzində bu yadda saxla butonu aktivdir, yəni itmir. Tam rahat formada istifadə edə bilərsiniz. Kimə maraqlıdırsa, məndən əlaqə saxlaya bilər.